Panik atak yaşayan insanlarda ən çox qorxulardan biri ürəklə bağlı qorxudur. Buna kardionevroz da deyilir. İnsan daim ürəyini yoxlayır, ona qulaq asır və qorxur ki, ürəyi dayanacaq. Kiçik bir hiss belə və təşviş başlayır, adrenalin artır və panik atak işə düşür. Ən çox rast gəlinən hallar ürəyin sürətli döyünməsi, yəni takikardiya və ekstrasistoliya. Ekstrasistoliya ürək bir anlıq dayanır kimi hiss olunur, sonra güclü vurmağa başlayır. Bu çox qorxulu hissdir, amma təhlükəli deyil. Əgər müayinədən keçmisənsə və həkim ürəyinin sağlam olduğunu deyibsə, narahat olmağa ehtiyac yoxdur. Bu hisslər bir çox insanda olur. Sadəcə sən onları daha çox hiss edirsən. Çünki sən bədənini daim izləyirsən.